İkinci sifariş, deməli, biz həyat yoldaşımla səhər-səhəri işə gedəndə, mən maşın idarə eləyərkən biz yemək yeyirik və bizim belə kaplara ehtiyacımız olur, like su butulkalarına, termoslara. Məndə var, amma o like məşhur Stanley markasınındır, həyat yoldaşım almışdı. O çox böyükdür və ağzı yandıra biləcək, çox isti saxlayırdı. Amma bunu istədiyin vaxt çox tez aça bilirsən, nəsə bir deşiyi var, çox harasa tökülmür, amma onda tökülür. Mən də həyat yoldaşımla özümə belə bir termos aldım. 581 olmalıdır, səhv etmirəmsə bunun ölçüsü. Bunu bir çoxunda görmüşəm. Hələ ki materialı yaxşıdır. İndi bunu sınayandan sonra sizinlə də bölüşəcəm. Aha, dediyim bu 510 ml-miş. Yenidən sizə göstərim. Belə, məncə bunu çoxunuz görüb üstündə kofe yazılan. Biz bu rəngini sifariş verdik. Bir də digər rəngini indi birazdan göstərəcəm. Sonra mən vloglarım üçün iki tripod sifariş verdim. Hal-hazırda birini artıq istifadə edirəm. Telefon o tripodun üzərindədir. İkinci tripodum da budur. Amma bu elə belə bir like information booklet, nə deyim, belə məlumat üçün kitabçası var. Like USB-si çıxır. Yəqin ki özümüz evdə adapter qoyacağıq. Bunu daha bahaya almışdım. Qiymətləri hal-hazırda yadımda deyil. Video üzərində qeyd edəcəm. Belə bir şeydir. Hal-hazırda istifadə elədiyimdən daha yaxşıdır məncə. Bunu bilmirəm necə istifadə edirlər. Ondan sonra baxacağım. Amma digərinə baxanda bu daha ağırdır və bu hissəsi çox gözəldir. Mən elə düşünürəm. Sonra bir tanınmış vlogger olaraqdan bir mikrofon sifariş vermişdim. Bir ədəd mikrofon sifariş vermişəm. Buradan çıxırmış. Bir ədəd mikrofon sifariş verdim. Baxın, görün rəngi necə gözəldir. Belə burada sancağı var. Hər hansı məsələn yaxanınıza buradan vurub, belə göstərim. Belə danışacaqsınız. Yəqin ki bluetoothlandır. Çəhrayı rəngi çox da xoşlamıram, amma bu çəhrayıdan onlara da nəsə xoşum gəlir. Dedim ki fərqli olsun, belə bir çəhrayı rəng. Sonra bunun USB-si bu. Bu nədir? Bu yəqin ki zaryadka yığmaq üçün yerdir. I think so. Belə bir şey. Bunun da qiyməti endirimlə, bilirsiniz, Temuda hər bir alıcı üçün səbətindəki